Bir çox sürücüləri maraqlandıran sual: avtobus zolağı ilə hərəkət etmək olarmı? Bəli, olar, amma yalnız bəzi hallarda. Birinci hal, əgər siz yolun sağ tərəfindən sərnişin mindirirsiniz və ya düşürürsünüzsə, bu zaman avtobus zolağına daxil olmağa icazə verilir, digər nəqliyyatın hərəkətinə mane olmadan. İkinci hal, yol ayrıcında sağa dönmək üçün. Əgər avtobus zolağı sağdadırsa, bu zolaqdan sağa dönmək həm icazəlidir, həm də vacibdir. Üçüncü hal, əgər dönəcəyiniz zolaq avtobus zolağıdırsa, belə halda siz birinci olaraq avtobus zolağına dönürsünüz, oradan sonra solu yandırıb həmin zolağı tərk edirsiniz. Bu üç hallarda unutmayın ki, əgər avtobus zolağı bütöv xəttlə ayrılıbsa, siz xətti tapdalayıb avtobus zolağına keçə bilməzsiniz. Bu hallar istisna olmaqla digər səbəblərdən bu zolağa daxil olub hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə və 2 balla cəzalandırılırlar.